Abşeron yəni ki, şor sulu yer. Yalan bir sözdür. Vaxt olub Abşeronda şəlalələr olub, çaylar axıb. Sonradan Sovet dövründəki o bizim neft mədənləri quruldu. Nefti üzə çıxarmaq üçün dəniz suyunu, şor suyu vururdular quyulara. Üzə çıxsın. Bütün sular oldu şor su. Bizdə şor su olmub ki. Bəs nə olub buna adı? 100 il, 120 il, 150 il bundan əvvəl bizim tarixçilərimiz olub, yazıblar Abşeron haqqında tarixlərə baxsaz, görərsiniz ki, Abşeronun adı Əfşəran olub. Əfşəran, Əfşar tayfalarının məskəni. Nadir Şah kimdir? Əfşardır. Nadir Şah buradan da Abşerondandır. Bizim böyük sərkərdəmiz. Abşerondandır. Səlcuqlar deyirik. Mən deyəndə bir neçə il bundan qabaq mənə bəlkə də bəziləri belə bir cür baxırdılar. Necə Səlcuqlar? Səlcuqlar Xəzərin o sahilində yaranıb. Mən onlara deyirəm ki, qardaşım, Səlcuqlar o tərəfdə düzdür, yaranar. Xəzər o tərəfdə olub. Xəzər əvvəlki yerində olub, Səlcuqlar Xəzərin qərbinə düşürlər, şərqinə yox, bu tərəfə Azərbaycan hissəyə düşürlər. İndi bir gün keçən dəfə görürəm, 2 dənə alimimiz danışırlar televizorda, deyirlər ki, Səlcuqların izləri Azərbaycana gəlir, güya burada. Mən neçə ildir bunu deyirəm. Niyə qəbul eləmirsiniz bunları?